Gizli zirzəmilərdə spirtli içkilərin qanunsuz hazırlandığını eşitmişik. Narkotik vasitələrin tamamilə insanlardan gizlədilərək hazırlandığı barədə də məlumatımız olub. Müxtəlif saytlardan, televiziyadan bu xəbərləri eşitmişik. Amma təsəvvür edirsinizmi? Amerikada bir zirzəmidə süni olaraq yetişdirilən viruslar zirzəmisi tapılıb. Adamlar orada təhlükəli viruslar yetişdirirmiş. Dünyanın belə bir yerinə gəlib çıxmışıq ki, qızıldan da, spirtdən də bahalı virusdur. Bu və digər xəbərləri izləmək üçün isə bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Bu məhsulu hər hansı bir dərmanda və yaxud da qidada qəbul edən istənilən hamilə xanımların 30%-nin uşaqları autizm spektrlə dünyaya gəlirmiş. Yeni araşdırmadır. Dünya hələ qəbul eləmir cavabları, amma fakt. Bu, autizm riskini 30% azaldır. Tanınmış pediatr, teleaparıcı Yevgeniy Komarovskiy sosial şəbəkə hesabında autizm riski ilə bağlı böyük elmi araşdırmanın nəticələrini paylaşıb. Onun sözlərinə görə tədqiqatda hamiləliyə hazırlıq və erkən hamiləlik dövründə fol turşusu və prenatal multivitamin qəbul edən qadınların uşaqlarında autizm spektr pozuntularının yaranma ehtimalı müqayisə edilib. Araşdırma 8 sistematik icmal və meta-analizi əhatə edib və ümumilikdə 3 milyondan çox qadın və onların uşaqları haqqında məlumatlar təhlil olunub. Nəticələr göstərib ki, fol turşusu və prenatal vitaminlərin qəbulu autizm spektr pozuntularının riskini təxminən 30-34% azalda bilər. Mütəxəssislər bildirib ki, bu nəticə tam qorunma demək deyil, lakin riskin təxminən 1/3 qədər azalması ilə əlaqələndirilməsi mühüm göstərici hesab olunur. Komarovskiy qeyd edib ki, belə geniş miqyaslı statistik məlumatlar gələcək analar üçün vacib məlumat mənbəyi ola bilər. Canlı toxumalardan hazırlanan robotlara baxanda, toxunanda, ünsiyyətdə olanda onların insan yoxsa robot olduğunu anlaya bilməyəcəksiniz. Bu isə alimlərin yeni ixtirasıdır. Bəli, bəlkə də aramızda çoxdandır robotlar var ki, mən bəziləri haqqında düşünəndə əslində ürəyimdən keçib. Robotla insanı ayırd etmək mümkün olacaq. Alimlər biologiya ilə robot texnologiyasını birləşdirən yeni biohibrid robot Oscar layihəsini təqdim edib. Bioloq Cornelius Vlasman tərəfindən hazırlanmış bu sistem adi robotlardan fərqli olaraq modul biologiya hissələrindən ibarətdir. Onun quruluşu canlı toxumalar, orqanlar və müxtəlif bioloji komponentlərin bir araya gətirilməsi ilə formalaşdırılıb. Mütəxəssislərin sözlərinə görə Oscar'ın hər bir modulu müstəqil şəkildə fəaliyyət göstərə bilir. Sistem hərəkət etmək, toxunuşa reaksiya vermək və müəyyən hallarda özünü bərpa etmək kimi xüsusiyyətlərə malikdir. Robotun daxilində pompalama və nəfəs salma mexanizmlərinə bənzər funksiyalar da mövcuddur ki, bu da bioloji komponentlərin birlikdə işləməsini təmin edir. Tədqiqatçılar hesab edir ki, belə biohibrid texnologiyalar gələcəkdə ürək və böyrək kimi orqanların yaradılması, həmçinin əlilliyi olan insanlar üçün yeni bioloji həllərin hazırlanmasında istifadə oluna bilər. Kofe içməyin gah ziyan, gah xeyir olduğu barədə sizə çox xəbər vermişəm. Bilirəm ki, bəzən şərhlərdə də yazırsınız ki, bir qərar verin də, kofe ziyandır, yoxsa xeyirdir. Amma mənə alimlər nə deyirlərsə, dırnaq arasında. Yəni, alimlər öz məqalələrində, tədqiqatlarında nəyi araşdırıb yazırlarsa, mən də onların yalancısıyam. Bu dəfə də kofenin xeyirli olmağından bağlı xəbərlə gəlmişik. Qəhvə içmək dözümlülüyü artırır. Qəhvə bəzi insanlarda arterial təzyiqin qısa müddətə yüksəlməsinə səbəb ola bilər. Bu barədə Rusiyalı kardioloq Denis Sokolov açıqlamasında bildirib. Onun sözlərinə görə belə reaksiya daha çox hipertoniya xəstələrində və kofeini nadir hallarda qəbul edən insanlarda müşahidə olunur. Həkim qeyd edib ki, qəhvəni müntəzəm içən insanlarda zamanla kofeinə qarşı dözümlülük formalaşır. Bu halda içkidən sonra təzyiqdə kəskin artım daha nadir hallarda baş verir. Denis Sokolov əlavə edib ki, hətta sağlam insanlarda da tünd qəhvə qısa müddətli təzyiq artımına səbəb ola bilər. Lakin adətən bu təsir uzun çəkmir və müəyyən müddətdən sonra göstəricilər normaya qayıdır.
İnsan zirzəmidə niyə təhlükəli virus yetişdirsin? Bu sualın cavabı çox asandır əslində. Pul qazanmaq üçün. Amma məsələ burasındadır ki, bu pulla qazandığı virusun müqabilində dünyanı pandemiyaya sürükləmək varsa, öz doğmalarını itirmək varsa, adam buna niyə getsin? Bax, bu sualın cavabını vermək çox çətindir. Amerikada zirzəmilərdən birində onlarla həddindən artıq insan həyatına ziyan olan virusların yetişdirildiyi bir zirzəmi aşkar olunub. Təbii ki, hamısı həbs olunub, amma Gizli bioloji laboratoriya aşkarlandı. Amerika Birləşmiş Ştatında Las Vegas şəhərində yerləşən evlərin birinin qarajında qanunsuz bioloji laboratoriya aşkarlanıb. Hadisə 2 nəfərin naməlum bioloji materialla təmasdan sonra kritik vəziyyətdə xəstəxanaya yerləşdirilməsi ilə üzə çıxıb. Hüquq mühafizə orqanlarının apardığı əməliyyat zamanı laboratoriyada minlərlə təhlükəli patogen və naməlum mayelərlə dolu sınaq şüşələri tapılıb. Amerika Birləşmiş Ştatları Federal Tədqiqat Bürosu faktla bağlı araşdırmaya başlayıb. İddialara görə bu laboratoriya 2023-cü ildə Kaliforniyada bağlanan başqa bir gizli biolaboratoriya ilə əlaqəli ola bilər. Həmin laboratoriyada HIV, malariya, COVID-19 və Ebola kimi xəstəliklərin nümunələri saxlandığı bildirilib. Mütəxəssislər bildirib ki, süni intellekt və genetik məlumat bazalarına açıq çıxış bioloji texnologiyaları daha əlçatan edib. Bu isə qanunsuz ev laboratoriyalarının yaranması riskini artırır və qlobal təhlükəsizlik üçün ciddi narahatlıq doğurur. Süd vəzi xərçənginin diaqnostikasında yeni bir mərhələ başlayıb. Artıq bu vəzini 360 dərəcəli mammografiya cihazlarında etmək mümkündür, amma hələ ki ölkəmizdə yox. Döş xəstəliklərinin diaqnostikasında yeni texnologiya sayılan Verascan adlı 3D KT skaner istifadəyə verilib. Amerika Birləşmiş Ştatında Qida və Dərman Administrasiyası tərəfindən təsdiqlənən cihaz döşü 360 dərəcə bucaq altında görüntüləyən ilk sistemlərdən biri hesab olunur. Mütəxəssislərin sözlərinə görə Verascan ənənəvi mammografiyadan fərqli olaraq müayinə zamanı döşün sıxılmasını tələb etmir. Bu da proseduru daha rahat və ağrısız edir. Cihaz hər döşü cəmi 7-10 saniyə ərzində skan edərək yüksək keyfiyyətli və detallı ölçülü görüntü yaradır. Yeni texnologiya xüsusilə döş toxuması sıx olan qadınlarda erkən dəyişikliklərin aşkarlanmasında daha effektiv hesab olunur. Bundan əlavə, aparat 3D naviqasiyası ilə dəqiq biopsiya aparılmasına da imkan yaradır. Radiasiya səviyyəsi isə adi mammografiya ilə müqayisədə edilə bilən həddədir. Texnologiyanı hazırlayan Corning Health şirkəti bildirib ki, cihaz artıq bəzi tibb mərkəzlərində tətbiq edilir və gələcəkdə daha geniş istifadə olunması planlaşdırılır. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilməyə hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.